Özünə qaraçuxurlu Royal adı verən gənc bərbər elə 10 dəqiqəyə saç kəsən bərbərin özü ilə yarışmaq istəyir. Rekord arasında olmasa da Royal deyir ki, o istənilən forma saçı 5 dəqiqəyə kəsə bilir. Onun bu bacarığı isə Xəzər xəbər yoxlayıb. Tempoyu bozmadan devam ediyoruz. Türkiye'li berberin 10 dəqiqəyə saç kəsərək rekord qırmaq arzusu Azərbaycanlı bərberi həvəsə gətirir. Türk oğlan 10 dəqiqəyə baş qırmışlar. Amma mən 5 dəqiqəyə baş qırmışaram. Özünə qaraçuxurlu Royal adı verən gənc bərbər deyir ki, o istənilən forma saçı 5 dəqiqəyə kəsə bilir. Royal, indi sən söz verirsən ki, bu kişinin başını neçə dəqiqə qırxacaq? Mən söz verirəm ki, saat burada, sən burada, mən burada 5 dəqiqəyə qırxacaq. Deməli 0-0'dan start eləyirik, vaxt getdi. Royal, elə bil əllərin əsir nəysə. Olan şeydir, o bilsən necədir, yəni... Qorxursan ki, verdiyin sözü tuta bilməzsən, hə? Şükür Allaha, mən nətər deyərlər. Qoy qıtarandan sonra... Baxarıq görək, bazarsan gəlir. 2 dəqiqə 28 saniyə gerdə qalıb, saçın yarısı bitib ya yox. Belə nətər deyərlər, özünün də xoşuna gələcək. Hətta deyəcək ki, mən inanmazdım 5 dəqiqə belə mənə yarışanı qırxarım. 4.55 bitirirsən artıq. Yox. Bax, əvvəlcə gəlin Sövşanın özündən saç kəsilən insana. Necədir? Əyri-müyrümü də var, özünü fax. Yalan eldi yoxsa? Yox, yaxşı qırxıb, sağ ol. Yaxşı qırxıb. Yəni... Amma səncə əksik qalıb Royalda adam? Çalsa da nətər deyərlər, onun bəlkə artıq əksik tükü qala bilər. Belə əyri-müyrümlüyü siqaraqla da göstərə bilərəm ki, bunun əyri-müyrümlüyü yoxdur. Ola bilər diz tükü ola bilər. Ben ona boynumu alıram. Və sən öz saçlarını kim kəsir? Özüm. Özün kəsirsən? Amma öz saçlarına baxın, o qədər bir yaxşı kəsilir deyəsən. Qıraqlarında deyirlər. Çeçenka forması eləyirəm. Təzə forma. Təzə forması kimi. Elə bir ki, nətər deyərlər ki, standart qabağı çolka olma, amma çeçenka. Royal, deyəsən müştərilər gəlib gözlürlər qapının ağzında. Sən həmişə bu oğlanı qırxdırır saçınızı? Mən onu gətirmişəm. Yox, ümumiyyətlə həmişə bura gəlirsən. Necə kəsir bu usta? Fərasətli ustadır. Fərasətlidir, bacarıqlıdır. Royal, bu nömrələr nədir burada bu qədər? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə nömrə, bu nədir? Bu qohum dost tanışlara vermək üçündür. Hamısı sənin nömrələr. Hamısı mənim nömrəmdir. Buyurub belə, hamısı bilinə var. Oo, telefonlara bax. Mən başa düşmədim, niyə məhz bu qədər 7 nömrə? Mən ona görə ki, mən həvəskarıyam. Nömrə həvəskarıyam. Nömrələrə baxma, hamısı 1177, 1177. Hamısına bunları zəvran olur. Ha, niyə olur? Necə satırsan bunlara cavab vermə? Arada götürürəm, mikrofona qoyuram, arada naşika taxıram. Birdən eyni anda bir neçə telefon Eyni anda götürəmirəm, müzik Allah saçlar. Royal, Türkiye'li bərberi hətta özü ilə yarışmağa da çağırır. Türk bərbərini bu Bakılarla yarışa dəvət edir. Gəlib gələcəyi bəlli deyil, amma əsas odur ki, sən sübut elədin 5 dəqiqə. Tək o da öyle, hansı bir usta olsa yarışma onunla hazıram, qadirəm ondan. Fərqi yoxdur, Türk oldu, Azərbaycanlı oldu, hamısı bizi bir ev var.